Salam, buraxılış imtahanı suallarımız devam edir. 18-ci sual tənliklər sistemindəndir. Birinci tənlikdə mənfi 3xy ifadəsini, uşaqlar, mənfi 4xy üstəgəl xy kimi nəzərə alırıq. Ve sonra gördüğünüz x kvadrat minus 4xy üstəgəl 4y kvadrat üçədlisi x minus 2y'ın kvadratıdır. Ve x minus 2y ifadesinin kıymeti 1'e beraberdir. Verilmiştir. O mənada x minus 2y ifadesinin yerine 1 yazırıq. Ve buradan x-y hasilini tapırıq. 4 minus 1, 3 doğru cevaptır. Bu kadar. Sağ olun uşaqlar.